2020-ci sentyabrın 27'si Azərbaycan hər tarixinə qızıl hərflərlə yazılmış bir dövr. Ali Başkomandanımız İlham Əliyev cənabları torpağı işğaldan azad edin əmri verəndə orduya xalqa güvənirdi. Məhz bu güvən də boşa çıxmadı. Günləri şanlı qələbəmizi əldə etmişiksə Azərbaycan zabitlərinə, Azərbaycan xalqın övladlarına borcluyuq. Məhz həmin zabitlərdən biri də şəhid Vətən müharibəsi qəhrəmanı Səmədov İsmaildir. Bugün Səmədov İsmailin alın gündür. Yəni şəhadət olduğu gündür. Səmədov İsmail bir hərbi kimi döyüşlərə qatılanda torpaqlarımızı işğaldan azad etmək uğrunda bir qəhrəmanlıqlar göstərdi. Məhz ayın 11-i oktyabr 2020-ci ildə Səmədov İsmail üçün son döyüş oldu. Bir çox uğurlu əməliyyatlarda iştirak edən qəhrəmanımız məhz ayın 11-i oktyabr 2020-ci ildə uzun gedən döyüşlər nəticəsində qəhrəmancasına şəhid oldu. Ali Başkomandanımız İlham Əliyev cənabları Səmədov İsmailin qəhrəmanlığını nəzərə alaraq onu Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanı adı ilə tərtib etdi. Biz də Milli Qəhrəmanlar Təşkilatı, Vətən müharibəsi qəhrəmanlar təşkilatı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edər. Allah rəhmət etsin.